görməzdən gəlmək. Adamın hünərini görməzdən gəlmək. Hər ikisi təhlükəlidir. Birində yetərli qədər söz demirsən, o birisində fazladan söz deyirsən, artıq deyirsən. Hər ikisində sən sözü hiss eləmirsən. Ona görə də yalan danışmağı tərk etmək lazımdır. Və Konfutsi gəlib getmiş müdriklərin ən böyüklərindən birisi olub. Mən onun haqqında kitab yazmışam. İnşallah o kitabın ikinci nəşri payızda prezentasiyaya çıxacaq. Heydər Əliyev fondunun dəstəyi ilə